son illər Azərbaycanda qiymət artımı və xüsusən hökumətin özünün siyasətində də buna rəvac verən amillər, xüsusilə enerji daşıyıcıların qiymətinin artırılması, neftin qiymətinin artırılması, qazın qiymətinin artırılması, işığın birdən-birə 3 dəfə qiymətinin artırılması əhalinin vəziyyətinə çox ağır təsir edib və əhali çox ağır durumdadır. Əhali bu vəziyyətin altından çıxmaq imkanında deyil. Çünki əhali o qədər ehtiyac içərisindədir ki, bu borçları vermək imkanında deyil. Çünki onların aldığı məvacib işləyənlərin, işləməyənlərin, təqaüdçülərin, az təminatlı ailələrin isə vəziyyəti bəllidir, nə cürdür. O ilə bağlı bizim konkret olaraq təklifimiz var ki, enerji daşıyıcıların, işığın, qazın, suyun qiyməti 2 dəfə aşağı salınsın. Yəni bu prosesdə, bu vəziyyətdə bizim gəldiyimiz nəticə ondan ibarətdir ki, əgər bu hökumət bu addımı atmasa daha pis vəziyyət və xüsusən son dövrlər dünyada bu inflyasiyanın, bu böhranın fonunda qiymətlərin düşməsi, endirimlər sanki Azərbaycandan yan keçib. Ərzaq məhsullarının, tikinti məhsullarının, tikinti materiallarının qiymətlərində elə bir gözə çarpacaq endirimlər yoxdur. Niyə? Ona görə ki, bütün bu sahələr müəyyən qurumların nəzarəti altındadır, monopoliyadadır və bu monopolistlər ölkədə bu qiymətin enməsinə imkan vermirlər. Çünki oradan gələn gəlirlər birbaşa onların ciblərinə gedir. Xüsusilə son dövrlər xırda, orta və ağır sahibkarların vəziyyəti xüsusilə ağırdır. Vergilər Nazirliyi sanki bu böhranın əvəzini sahibkarlardan çıxacaq və düşüblər bütün sahibkarlardan əvvəl 3 alırdılarsa, indi 5 alırlar, 15 alırlar. Və verilən suallar onların vəziyyətinə biraz da ağırlaşdırıcı təsir edir və deyirlər ki, çox danışırsan, ona görə də sən bu qədər verməlisən. Mənə elə gəlir ki, bu biabırçı vəziyyətə son qoyulmalıdır.